Əziz qardaşlar, Ramazan-ı Şərif mübarək bir aydır. Bu ayda Allah Taala rəhmət qapılarını biz müsəlmanların üzərinə taybatay açar. Bu mənada Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın bərəkətini izah edərkən belə bir ifadə səsləndirir. Buyurur ki, Mən samə Ramazana imanən və ihtisabən ğufrə ləhu mə təqaddəmə min zəmbi. Kim inanaraq, savabını Allahdan gözləyərək Ramazan ayını oruclu keçirərsə, Allah Taala onun keçmiş günahlarını bağışlayar. Ona görə də, əziz qardaşlar, Allahın rəhmətini ümid edən insanlar olaraq biz müsəlmanlar bilməliyik ki, bu müqəddəs Ramazan-ı Şərif ayı Allahın rəhmətinin bizim üzərimizə bir yağış kimi yağdığı bir aydır. Və həqiqətən də bu ayın rəhmət ayı olduğunu biz nümunələrlə də göstərə bilərik. Belə ki, insanlığı qaranlıqdan aydınlığa çıxarmaq üçün göndərilən mübarək Quran-ı Kərim kitabı Ramazan ayından etibarən nazil edilməyə başlamışdı. Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Muhammed sallallahu aleyhi və səlləmə Peyğəmbərlik vəzifəsi Ramazan ayında verilmişdi. Və bu mübarək ayda digər önəmli bir hadisə isə orucun biz müsəlmanlara fərz qılınması olmuşdur. Yəni, bu kimi təməl məsələlərin Ramazanda olması Allahın Ramazana nə qədər böyük dəyər verdiyinin bir göstəricisi olaraq qarşımıza çıxmaqdadır. Əslində Allah Taalanın bəndələrinə rəhmət göstərmədiyi bircə an belə olsun yoxdur. Allah Taala davamlı bəndələrinə məğfirət edər. Əgər Allahımız, uca Rəbbimiz bir saniyədə olsun rəhmət baxışını, rəhmət nəzərini bizim üzərimizdən götürsəydi, o zaman biz bir saniyədə olsun neyə bilməzdik, nəfəs ala bilməzdik və beləcə həlak olardıq. Yəni, bugün bizi həyatda tutan, bizim yaşamağımızı təmin edən Allahın rəhmətidir. Ona görə uca Rəbbimizə dua edək ki, hər zaman cümləmizə rəhmət nəzəri ilə baxsın. Və əziz qardaşlar, uca Rəbbimiz buyurur ki, deyir, əgər mən insanları işlədikləri günahlarına görə həmin an cəzalandırsaydım, yer üzündə bir dənə də olsun sağ insan qalmazdı, hamısı həlak olardı. Çünki hamımızın günahımız vardır və uca Rəbbimiz də mərhəməti gərəyi o günahlarımızın cəzasını həmin an vermir, fürsət verir, Ramazan-ı Şərif kimi rəhmət mövsümünə qovuşdurur bizləri və tövbə etməyimiz üçün bizə şans tanıyır. Ona görə də bu ayı fürsət bilərək uca Rəbbimizə dua edək ki, Allah Taala bu günə qədər bilərək və ya bilməyərək etdiyimiz bütün günahlarımızı bağışlasın və bizi cənnət nemətinə qovuşdursun. Deyir, mömin bir şəxs öz əməllərinin qarşılığı olaraq heç vaxt cənnəti qazana bilməz. Yəni, bunu da o şəkildə izah edə bilərik ki, gündəlik 20-30-40 manat qazanmaq üçün səhərdən axşama kimi çalışırıqsa, görün, sonsuz neymətlərə sahib olan cənnəti qazanmağımız üçün nə qədər çox əməl etməyimiz lazım gələrdi. Yəni, biz nə qədər çox əməl etsək də cənnətin qarşılığını heç bir zaman ödəyə bilmərik. Deyir, 500 illik ibadət savabı olan bir bəndə haqq hesab günü Allahın huzuruna gələr və Allah Taala ona soruşar ki, səni etdiyin əməllərə görəmi, yoxsa mənim rəhmətimə görəmi haqq hesaba çəkim? Bu zaman adam buyurar ki, ya Rəbbi, 500 illik ibadət savabım vardır. Mən əməllərimə güvənirəm, sən məni o əməllər qarşılığında haqq hesaba tabi tut. Bu zaman Allah Taala mizanın, həmin tərəzinin bir tərəfinə onun işlədiyi 500 illik ibadəti qoyar, digər tərəfi isə həmin bəndəyə verdiyi sadəcə bir göz neymətini yerləşdirər. Və təkcə bir göz neyməti onun 500 illik ibadətindən ağır gələr. Və Allah Taala buyurar ki, vax ey bəndə, sənin verdiyin bircə neymət etdiyin ibadətlərdən daha ağırdır. Bəs mən səni hansı əməlinlə cənnətimə yerləşdirə bilərəm ki? Bu zaman bəndə tövbə edər, deyir, ya Rəbbi, yanılmışam, sən məni öz rəhmətinlə cənnətinə daxil eylə. Və həmin vaxt Allah Taala da onu bu şəkildə bağışlayaraq cənnətinə daxil edər. Və ona görə də, əziz qardaşlar, yəni bizim etdiyimiz ibadətlər nə qədər çox olsa da, heç vaxt o ibadətlərlə cənnəti qazanma şansımız yoxdur. Hər zaman Allahın rəhmətini ümid etməliyik. Ya Rəbbi, öz rəhmətinlə bizi cənnət nemətinə qovuşdur deyə dua etməliyik. Və həqiqətən də baxdığımız zaman görürük ki, bizlər etdiyimiz əməllərin qarşılığında cənnətə getməyimiz bir yana qalsın, cənnətin qoxusunu belə ala bilmərik. Uca Rəbbimizin mərhəmətinə baxdığımız zaman görürük ki, o, etdiyimiz günahları əməl dəftərimizə bir günah olaraq yazır, amma savab bir əməl işləyəndə
ona 10 savab verdiyi olur. Əməl dəftərimizə bəzən 700 savabdan çox ora qeyd etdiyi mələklərin də görülür. Xüsusilə bu Ramazan ayında isə Uca Rəbbimiz həmin savablarımızın sayını qat-bə-qat artıraraq bizlərə lütfdə bulunacağını vəd eləyir. Ona görə bu ayda hər zaman çalışmalıyıq. Tövbələrimizlə, xüsusilə də təhəccüd namazlarımızla Allahın qapısını çalmalıyıq və Uca Rəbbimiz deyir, gecənin son 1/3-də rəhmətini dünyaya təcəlli etdirərək buyurur ki, yoxmu məndən bağışlama diləyən günahlarımı bağışlayım, yoxmu bir şey istəyən onun istədiyinin qarşılığını verim. Yəni bu şəkildə bizim də ən azından Ramazan ayında belə olsa o təhəccüdləri qaçırmamağımız, fürsətləri dəyərləndirməyimiz lazımdır. Çünki bu Ramazana biz gəlib çıxdıq, amma neçə-neçə insanlar oldu ki, bu fürsətdən yararlana bilmədilər. Bizim də gələn Ramazana çatıb-çatmayacağımız bəlli deyil. Ona görə bu rəhmət mövsümündən hər birimizin maksimum dərəcədə istifadə etməyimiz lazımdır. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm xüsusilə buyurur ki, 5 nemət vardır ki, digər ümmətlərə verilməmiş, sırf mənim ümmətimə bəxş edilmişdir. Bunlar nədir? Birincisi odur ki, Ramazanın ilk günü gəldiyində Allah Taala mömin bəndələrinə rəhmət nəzəri ilə baxar və xüsusilə də Allahın rəhmət nəzəri ilə baxdığı insanlar da əbədi cəhənnəm atəşində qalmaz. Yəni, əgər biz mömin olmağa çalışırıqsa, ilk bəraətimiz cəhənnəmdən qurtuluş olacaqdır. Və bir digər hədisində qeyd edir ki, ikinci olaraq, deyir, oruclunun ağız qoxusu Allah qatında cənnətin mis qoxusundan daha dəyərli qəbul edilibdir. Üçüncüsü isə Uca Rəbbimiz Ramazan-ı Şərif gəldiyində cənnətinə əmr edər ki, ey cənnət, oruç tutan bəndələr üçün bəzən, özünü onlar üçün hazırla və cənnət də onların, belə deyək ki, üçün bəzənlər bu şəkildə onlar üçün özünü hazırlayar. Və eyni zamanda baxdığımız zaman burada ona da şahidlik edirik ki, bu Allahın rəhmətinin nə qədər çox olması qissələrdən və Quran qissələrindən də qarşımıza çıxmaqdadır. Belə ki, bir Qurani-Kərim qissəsində Qarun haqqında məlumat verilir. Qeyd olunur ki, Qarun əvvəlləri mömin bir kimsə idi. Həzrət Musaya iman gətirmişdi. Hətta rəvayətlərdə keçir ki, o Tövrat adlandırdığımız müqəddəs kitabı Həzrət Musadan sonra ən gözəl oxuyan ikinci şəxs sayılırdı cəmiyyət içərisində. Ona görə də Musa Peyğəmbər ona simya elmini öyrədir. Yəni, simya elmi nədir? Bu elm ondan ibarətdir ki, metallardan qızıl düzəltmə qabiliyyəti insana verilir. Bu ilahi elmi Qarun öyrəndikdən sonra şeytan onu azdırmağa başlayır. Deyir ki, ey Qarun, sən həftə 7, mən 8 ancaq dinlə məşğulsan. Axı sənə Musa elmi öyrədibdir. Bu elmin qarşılığında sən gedib niyə o qızılları hazırlamırsan ki? Gəl həftənin bir günü o qızılı hazırla, 6 günü yenə elmlə məşğul olmağa davam edərsən. Və Qarun burada bir gün vaxtını ayıraraq o işi görür. Daha sonra onun qəlbi artıq dünyaya meyl eləməyə başlayır. Və şeytan anladır ki, ey Qarun, gəl həftənin 4 günü bu işlə məşğul ol, 3 gününü dinə sərf eləyərsən. Bu şəkildə yavaş-yavaş dindən uzaqlaşır, dünyaya yaxınlaşır. Beləcə artıq o qədər qızıl düzəldərək zənginləşir ki, onun sadəcə xəzinələrin açarını neçə-neçə dəvələrin üzərində, miniklərin üzərində güzbalı ilə daşıyacaq qədər çox sərvət sahibi olur. Və sonda artıq başlayır yavaş-yavaş Musa Peyğəmbəri qısqanmağa, ondan daha üst mövqeyə gəlmək istəyir cəmiyyət içərisində. Və burada fikirləşir ki, nə edeyim, necə edeyim? Axırda Musa Peyğəmbərə zina böhtanı atmağa çalışır. Bir qadına deyir ki, gəl sən Musa Peyğəmbərə cəmiyyət içərisində rüsva elə ki, məni bu şəkildə zina etdi. Qadın o işi qəbul edir. Amma təbii ki, Allahın inayəti ilə Uca Rəbbimiz Musa Peyğəmbəri bu böhtandan təmizə çıxarır və Musa Peyğəmbər deyir, ya Rəbbi, sənin Peyğəmbərini iftira atdılar, sən bu iftira atanları cəzalandır. Allah Taala Musa Peyğəmbərə deyir, mən sənə torpağı idarə eləmək bacarığını verdim, onları cəzalandırmaq səlahiyyəti səndədir. Musa Peyğəmbər torpağa əmr edir ki, Qarunu öz içərinə batırsın, mal-dövləti ilə birlikdə və yavaş-yavaş torpaq Qarun və onun tərəfdarlarını udmağa başlayır. Sonrasında Qarun Musa Peyğəmbərə yalvarır, ey Musa deyir, sən məni bağışla, mən böyük səhv eləmişəm deyə ondan bağışlanma diləyir.
Amma təbii ki, Musa Peyğəmbər Allahın Peyğəmbərinə atılan bir iftiranı bağışlamır və hər dəfəsində torpağa əmr edir ki, onları ud. Torpaq da yavaş-yavaş tədricən topuqlarına qədər, dizlərinə qədər, göbəklərinə qədər və sonunda isə başlarına qədər onları öz içərisinə daldıraraq həlak edir. Və həqiqətən onlar yüzlərlə dəfə, minlərlə dəfə Həzrət Musadan bağışlanma diləsələr də Həzrət Musa onları bağışlamır. Burada Allahın rəhmətinə bir işarə vardır ki, Uca Rəbbimiz buyurur ki, əgər deyir onlar 1000 dəfə ey Musa məni bağışla demək əvəzinə bir dəfə ya Rəbbi məni bağışla desəydilər, mən onların deyir günahlarını bağışlayardım. Yəni Uca Rəbbimiz bu qədər bəndələrinə qarşı mərhəmətlidir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, deyir ananın övladına olan məhəbbəti Allahın bəndəsinə olan məhəbbətinin yanında zərrə miqdarı belə edə bilməz. Yəni dolayısıyla Allah Təala mərhəmətlilərin ən mərhəmətlisidir. Və bu müqəddəs Ramazan-ı Şərif ayda Allahın rəhmətinə qovuşma ayıdır. Ona görə Uca Rəbbimizə dua edək ki, Allah Təala Həzrətləri Ramazan-ı Şərif ayının haqqını verərək, bu ayda yalan, yanlış söz və davranışlardan çəkinərək, həm gözümüzə, həm dilimizə, həm qulağımıza, həm də əlimizə oruç tutaraq əda etməyi cümləmizə nəsib eləsin. Uca Rəbbimiz Ramazan-ı Şərif ayının haqqını verən o dəyərli bəndələrinin saflarına bizləri də ilhaq eləsin.